buraxılış imtahanına düşə biləcək imtahan sualı. Salam əziz abituriyentlər. Bugün sizə buraxılış imtahanına düşmüş bir sualın izahını verəcəyim. Və unutmayın ki, bu bölmə əvəzliklər bölməsidir və hər il imtahana bu bölmədən suallar düşür. Baxırıq cümləmizə. He gave me nöqtələrdən sonra phone number var. Yəni telefon nömrəsi istəyir. Bizdən isim var. Deməli biz birinci tərəfdə isimlə işlənən əvəzliklərdən seçməliyik. Biz bilirik ki, hers müstəqildir, yours müstəqildir və yenə də Y variantında hers müstəqildir. Bu əvəzliklərdən sonra isim işlənməməlidir. Sonra cümlənin axırına baxdığımız zaman isə görürük ki, artıq burada heç bir isim yoxdur və bizə müstəqil yəli əvəzliyi lazımdır. A variantında A-dən sonra biz hər zaman isim istifadə etməliyik. Ona görə bu variantımız səhvdir. B qalır bir də D. D-də isə bildiyiniz kimi yenə də yor hər zaman isimlə işlənməlidir. Düzgün cavabımız B variantıdır. His və mine. O mənə özünün telefon nömrəsini verdi və mən də ona mənimkini verdim. Artıq burada müstəqil yəli əvəzliyi əvvəlki ismi təkrar eləməmək üçün öz işlənibdir.